Salam, hər vaxtınız xeyir olsun. Bu günlər mən sizə diyezli minorların sıra qaydasının tapılmasını və deməli onların işarələrinin tapılmasının videosunu çəkirəm. Deməli biz dedik ki, birinci dəfə videomda demişdim ki, kvinta dairəsi ilə yuxarı saydıqda birinci major qammamız olmuşdu do major. Yuxarı kvintalarla yuxarı saydıqda diyezli major qammalarının sırasını tapdıq. Yəni do'dan 5 pillə yuxarı saydıqda, xalis kvinta yuxarı saydıqda sol major gəldi, sonra gəldi re major, sonra gəldi la major, sonra gəldi mi major, sonra gəldi si major. Sonra gəldi fa diyez major və sonda do diyez major. Aha. İndi isə bunların minorlarını necə tapırıq? Onları sizə deyəcəm. Biz bilirik ki, birinci minor qammamız la minor qammasıdır. Eynən majordakı kimi xalis kvintalarla yuxarı sayaraq deməli növbəti minor qammasını tapırıq. La'dan 5 pillə yuxarı saydıqda baxın la, si, do, re, mi. Gəlir mi minor. Və sonra mi'dən 5 pillə yuxarı saydıqda deməli gəlir si minor. Si'dən 5 pillə yuxarı saydıqda, yəni xalis kvinta yuxarı saydıqda gəlir fa diyez minor. Fa diyez minordan 5 pillə yuxarı saydıqda gəlir deməli do diyez minor. Do diyez minordan yuxarı saydıqda 5 pillə gəlir sol diyez minor. Sol diyez minordan yuxarı saydıqda gəlir re diyez minor. Re diyez minor. Sonuncu minor qamması da olur. Deməli re diyez minordan da 5 pillə yuxarı saydıqda gəlir sonuncu la diyez minor. La diyez minor. Bu oldu. Yenə eynən major qamması kimi necə xalis kvintalarla yuxarı saymışdıq, elə də onların minor qammasını da diyezli minor qammalarını da xalis kvintalarla yuxarı sayaraq onların sırasını tapmış olduq. Bəs işarələrini necə tapırıq? Yadınızdadsa əgər major qammasında demişdim ki, məsələn, tutaq ki, sol major qamması bir işarəli diyezli qammadır. Baxın, özündən yarım ton, diatonik yarım ton aşağı düşdükdə demişdim, birinci diyez əmələ gəlir. Məsələn, demişdim ki, tutaq ki, deyirəm, mi majorda neçə işarə var desəm, onun işarəsini tapmaq üçün diatonik yarım ton aşağı düşmüşdünüz. Sonuncu işarə re diyez idi və re diyezə qədər saymışdıq. Fa diyez, do diyez, sol diyez, re diyez. Deməli, olmuşdu 4 işarəsi. İndi də minorların hələ işarələrini tapmaq üçün deyirəm. Misal üçün deyirəm ki, si minorun neçə işarəsi var? Burada da özündən bir ton yuxarı hesablamaqla tapacağıq. Özündən bir ton. Baxın, burada demişdim ki, özündən yarım ton diatonik aşağı hesablamaqla sonuncu işarəni tapıb sonra onu sayırıq o işarəyə qədər. Burada da minorda da isə si minorun, məsələn, minorun işarəsini tapın deyirəm də. Burada da bir ton yuxarı qalxacaq. Bir ton. Sonuncu işarəni elə tapırıq. Si'dən bir ton yuxarı qalxanda gəlirmi do diyez? Deməli, onun sonuncu işarəsi do diyezdir. Si minorun sonuncu işarəsi do diyezdir. Onda sayacağıq. Fa diyez, do diyez. Deməli, si minorun 2 işarəsi var. Məsələn, başqa minor qammasından götürək. Tutaq ki, deyirəm, axırıncı qammanı deyirəm, elə tutaq ki, la diyez minorun deyirəm neçə işarəsi var. Biz la diyez minorun işarəsini tapmaq üçün tez bir ton yuxarı qalxın. Diatonik bir ton yuxarı qalxın. Nə olacaq? Si diyez. Deməli, mən si diyezə qədər bütün işarələri sayacağım. Fa diyez, do diyez, sol diyez, re diyez, la diyez, mi diyez, si diyez. Deməli, 7 işarəsi var. Bu cürdə minorların işarələri tapılır.